Dövlət Təhlükəsizlik Xidmətinin Antikorrupsiya Agentliyinin əməkdaşları Çuxatavri Bələdiyyəsinin Baxmaro qəsəbəsində dövlət torpaqlarının qanunsuz satılması və koteclərin icazəsi tikilməsi faktı ilə bağlı 2 nəfəri saxlayıblar. İstintaqla müəyyən olub ki, təqsirləndirilən şəxslərdən biri Baxmaroda dövlətə məxsus torpaq sahəsinin qanunsuz şəkildə verilməsi və həmin ərazidə icazəsiz kotec tikintisinə şərait yaradılması müqabilində vətəndaşdan 11.000 Amerika Birləşmiş Dolları tələb edib. Təqsirləndirilən şəxs vətəndaşa vəd verib ki, pul ödənildikdən sonra bələdiyyə strukturları ilə heç bir problem yaşanmayacaq. 2025-ci ilin noyabrın 6-sında vətəndaş təqsirləndirilən şəxsə 7.000 Amerika Birləşmiş Dolları əvvəlcədən verib. Bundan sonra həmin şəxs Krot Baxmaro MMC-nin direktoru müavini ilə görüşüb və aldığı məbləğin bir hissəsini qanunsuz tikintiyə himayədarlıq müqabilində təklif edib. Lakin direktor müavini pulu qəbul etməkdən imtina edib və hüquq mühafizə orqanlarına baş vermiş hadisə ilə bağlı məlumat verməyib. Aparılmış gizli istintaq tədbirləri nəticəsində cinayət faktını təsdiqləyən audio və video sübutlar əldə olunub. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-180-ci maddəsinin 3-cü hissəsinin B bəndi və 376-cı maddənin 1-ci hissəsi ilə aparılır. Cinayətə görə 6 ildən 9 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.